Tez gel. Ay yavaş. Yavaş ola. Değecektim turbaya zaten. Hər biriniz salamlayıram dostlar. Kanalımıza, videomuza xoş gəlmisiniz. Başlıqdan da gördüyünüz kimi qorxulu video ilə qarşınızdayım. Bu gün tək başıma qəbristanlığa gedəcəm. Baxa görüb başımıza nə hadisə gəlir. Dostlar, qəbristanlığa gedirik. Yəni partlayış oldu konkret. Videomu paylaşmasam bilin ki elə oradayam yəni. Gördüyünüz kimi yolu altıma batıra gedirəm dəsil. Neredəsə 50 metr falan məsafə qaldı. Asta-asta gedirik. Gözlərim ağırtdı, işıq pis vurdu gözlərimə. Az qalıb. Çatacaq inşallah. Burada itlər falan olur. Biraz qorxuram daha doğrusu. İt olmasa yəni ki belə ölüdən falan qorxum yoxdur. Aynen. İtlər çox olur həddindən artıq. Qəbristanlıq bu tərəfdə, biz burada. Yavaş danışıram ki, itlər olar yəni. Adam ayaq səsi gəlir buradan. Vallahi adam ayaq səsi gəlir. Orada iş yeri var, ayağın orada adam var. Dostlar, sərdən itlər bizi yürür. Bu da qəbristanlıqda girə bilməyəcəm. Girməyimiz tövsiyə olunmur. Bir dəqiqə. Vəziyyət çox pisdir. İçəri girməyəcəm. Ancaq qəbristanlıqdır yəni. Bilmirəm videoda necə düşür. A few moments later. Gəl çıxıb gedək buradan. Uy, o nə də la? O nə də la? Tez gəl. Tez gəl. Tez bilet. Kim ışıq gəl buradan. Tez. Buradan biz. Tez. Tez. İtlerdim. Bilet. Tez. Tez gel. Ay yavaş ola. Değecektim turbaya zaten. Tez. Düşmeyle koyup üstüne. Tez. Yani dostlar, həqiqətən də qorxdum. Nəsə işıq var idi orada, bilmədim nə işıq idi, deyəsən qəbrin işığı idi. Amma ki, qorxdum deyə qaçdım, tez gəldim, həm də itlər çox idi. Qəbristanlığa girməyə cürətim çatmadı. Gecə vaxtı, saat hal-hazırda 10 olacaq. Ümid edirəm video xoşunuza gəldi. Video xoşunuza gəldiysə videomuza like atıb kanalımıza abunə olun. Ən azından qaçdıqda yəni, neyiniyək, dayana bilmədik, alınmadı həqiqətən də. Videonun çıxışını da qaranlıqda elədim. Burada yolda dedim elə videonun çıxışını edeyim. Sağ olun. Gələn videoda görüşmək ümidi ilə sevilirsiniz.